Salam qızlar, necəsiz? Bu günləri sizlərlə birlikdə fəsəli bişirəcəm. Qızlar, sadə bir xəmirdir. Nənələrimizdən, analarımızdan, yəni uşaqlığımızın bir şirniyyatımı deyim, o vaxtları bir fəsəli bişirəcəm. Adətən o vaxtları analarımız yuxa bişirəndə hər zaman yuxanın arxasında bişirərdilər. Ən çox toylarımızda bişirilərdi. Yəni hər halda rayonlarda yaşayanlarımız bilər. Adətən kəndlərdə daha çox bişirilir. İndi də dedim ki, bir bişirim. Bizim, yəni belə deyim, Qazax Akstafa zonası, Tovuz zonası eşitdiyimə görə Yerazlar da bişirir fəsəlini. İndi bəzən bilən, bilmirəm, bilən yəqin ki, bilməyən olmaz. Hamı bilər. Yəni cavan nəsillərimiz bəlkə də bilməz fəsəlini, amma mən çox sevirəm qızlar. Özü də ocaqda. İndi düzdür, bişirirlər adətən tok sacında, amma mən elə sevmirəm. Əsl ocağın, yəni o hisli ocağın üstündə bişirilməyi xoşlayıram. İndi elə edəcəm. Dedim manqalda ocaq qalıyım, sacın üstündə yedim qızlar. Belə sadə bir xəmirdir. Un, duz, acıtmaq üçün birazca maya tökəcəm, apardığı qədər də su. Çox gözəl olur qızlar. Yayıb yağlayım, bişirək sizlərlə birlikdə. Sizlər necə qızlar? O vaxtın şirniyyatları, yəni mən hardasa belə deyim də, elə də deyim ki, çox yaşım var, 32 yaşım var. Mənim yaşıtlarım hər halda rayonlarda yaşayanlar, nənəsi, babası rayonlarda yaşayanlar hər halda o zamanları bişirərdilər. İndi düzdür, cavan nəsillərimiz bişirmir. Amma dedim bir fərqli olsun, həm bişirim. Neçə vaxt idi istəyirdim, elə bugün bişirərəm, sabah bişirərəm, dedim bişirim, sizlərlə də paylaşım qızlar. Sizlər hansı şirniyyatları sevirsiniz? Yəni hansı zonanın, hansı bölgənin belə deyim, fərqli şirniyyatları var? Mən özüm Qazax Akstafa zonası olduğum üçün fəsəlidir, qatlamadır. Bunları çox sevirəm. Düzdür, qatlamanı o qədər də, yəni heç özüm bişirməmişəm, belə deyim. Hər zaman anam bişirərdi. Yəni rayonda bişirərdilər. Nənəm, anam onlar bişirərdilər. Yəni qohumlarım bişirərdi, amma mən heç vaxt risk edib, yəni qatlamanı özüm bişirməmişəm. Fəsəlini də hər zaman anam edərdi, amma indi dedim qoy özüm də yedim. Elə ocağa qalıyım, manqalda edərəm. Belə qızlar, mən xəmirimi yoğurdum, kündələrimə bölüm, biraz dinlənsin, ondan sonra başlayacağım yayıb yağlamağa. Birini 3 qatdan etdim, qalanını isə 4 qatdan etdim. Çox da qalın sevmirəm qızlar. Ona görə nazik etdim ki, qatları qat-qat açılsın. Qalın olanda xəmir kimi olur, ona görə də sevmədim. İnşallah qızlar, bir dəfə də yayda Allah qoysa rayona gedərəm. Anam orada qatlama bişirər. Bizim yəni ən sevimli, ən məşhur şirniyyatlarımızdan biri, Qazax Akstafa zonasının ən sevimli şirniyyatlarından biri. Qatlamanı da bişirər. Anamla birlikdə bişirərik. Sizlərlə də çəkib paylaşaram. Mənim videomu hansı bölgədən, hansı zonadan kimlər izləyirsə yorumlarda fikirlərini mənim üçün maraqlı olar. Fikirlərinizi deyərsiniz. Siz hansı bölgələrdənsiniz? Siz hansı şirniyyatlar, yəni qədimdən olan şirniyyatlarınızdır yazardınız. Mənim üçün maraqlı olardı fikirləriniz. Bilirəm Zaqatala zonası maxarayla yəni daha tanınır. Onlar ən çox maxaranı daha çox bişirirlər. Ən çox səhər-səhər eşitdiyimə görə səhər-səhər onlar bişirirlər. Səhər yeməklərində istifadə edirlər. Amma bişirməmişəm onu da. Heç yəni sınamamışam. Belə deyim, heç yeməmişəm də maxaranı, amma eşitmişəm, YouTube-da görmüşəm. Deyirlər ki, yəni yaxşı dadır, amma heç istifadə etməmişəm. Belə deyim, heç dadmamışam. Belə kündələrimi kündəliyim, biraz dinlənsin, başlayım, yayım, yağlayım. Biraz ondan sonra da kündəm dinlənəndən sonra ocağımı qalayaram qızlar. Başlayarıq bişirməyə.
Mən bişirdim. Yenə deyirəm, ilk dəfə idi bişirirdim. Hər zaman anamla bişirmişdim, amma özüm tək başıma bişirməmişdim. Elə də bir çətin bir, yəni şirniyyat deyim də, mən belə deyirəm, şirniyyat. Elə də bir çətin bir şirniyyat deyil. Yəni hasaddır. Çox da elə çətin bir şey deyil. İnşallah yenə deyirəm, bir dəfə də öyrənərəm qatlamanı da bişirərəm. Bir dəfə də istəyərəm ki, özüm tək qatlamanı tək bişirəm, sizlərlə tək çəkiliş edəm. Sizlər də belə şirniyyatlar sevirsinizmi ocaq üstündə? Yəni sevirsinizmi? Sizlər hansı ocaq üstündə hansı şirniyyatları bişirirsiniz? Yenə deyirəm, hansı bölgələrdənsiniz? Mənim üçün çox maraqlı olar. Yəni hansı bölgədən, hansı bölgənin hansı şirniyyatı daha dadlı olur, belə daha dadlı olur, daha yəni ölkəmizdə tanınır, belə deyim. Fəsəlidir, qatlamadır, bunları mən maxaradır, bilirəm ki, hər zaman yəni qıraq ölkədən gəlinsə belə, turistlərimizə belə onu adətən yəni bişirirlər. Bölgələrə gedəndə ən azından tovuz, qazaq, Zaqatala, yol qırağında belə olsa belə, yəni restoranlarda verirlər. Mənim üçün indinin şirniyyatı yox, belə deyim qızlar, əvvəldən olan şirniyyatları daha çox sevirəm. Yəni analarımızdan, nənələrimizdən qalan şirniyyatları mənim üçün o daha maraqlı olar. Mən bir də yemişəm Qəbələ zonasından üç qulaq deyirdilər, elə bil ki, bir dəfə yemişəm, bir qonaq getmişdim bir yerə, orada yemişəm. O da çox mənə xoş gəldi dadı. O da Qəbələ zonasının, yəni şirniyyatıdır. Mən çox sevdim, çox xoşuma gəldi. Düzdür, bişirməmişəm. Bir dəfə yenə dediyim kimi qonaq getmişdim. Orada daddım dadını, çox sevdim. Amma çox bir uzun illər bundan qabaq yemişəm, amma istəyərəm indi yenə də yeyəm. Yəni o zonanın insanların əlindən olsun, belə deyim. İndi özüm reseptlə baxıb YouTube-da da bişirə bilərəm, amma bəlkə də mən onların bişirdiyi qədərində bişirmərəm. Elə fikirləşirəm. Mən yəni belə şirniyyatlar bişirməyi, şirniyyat olsun, yeməklər olsun, bişirməyi çox sevirəm. Yəni yorulmadan, yəni bişirim. Düzdür, deyirsiniz ki, yəqin ki, bişirirsən, yeyirsən. Vallahi heç mən bu fəsəlidən o qədər də, yəni istər-istəməz onun iyisi, qoxusu adamı tutur, vurur. Ona görə də adam çox yeyə bilmir, amma dedim biraz da fərqli olsun. Həmişə eyni şirniyyatlar. İndi də bişirim. Düzü sözü neçə vaxt idi ağlımdan çıxmırdı. İnsan da belədir ki, nəyə ki adamın ağlına düşəndə indi adətən TikTokda, YouTube'da daha çox qabağına çıxır. Bilmirəm, sizlər də eləsizmi? Yəni daha çox o şirniyyat olsun, istər o yeməklər olsun, daha çox YouTube'da, TikTok'da mənim qarşıma daha çox çıxır. Ona görə də elə dedim bişirim. Belə qızlar yaydım, yağlayım, qat-qat üzərini yayıb yağlayacağam və oxlovla burub qoyacağam qırağa. Biraz dinlənsin, ondan sonra ocağımı qalayaram, sonra bişirərəm. Çünki kündə özünə yağlansa da belə, sonra kündə özünə gəlməlidir ki, biraz qatları qat-qat açılsın. Qatları qat-qat açılanda daha yaxşı olur. Üzəri xırçıltılı, yəni qatları qat-qat açılır. Yəni yumşaq olur, belə deyim. Çox da elə o yağlı xəmir olduğu üçün qurumur, yumşaq olur. Belə qızlar, mən bişirdim, sizlər də bişirə bilərsiniz. Düzdür, biraz əziyyətli iş olsa da belə, amma sevə-sevə işi görəndə o əziyyət insanın gözünə görünmür. O yorğunluq insan yorulmur, belə deyim. Mən də sevə-sevə bişirirəm, yorulmadan, həvəslə bişirirəm. İnsanın gərək həvəsi ola, marağı ola, hər hansı bir işə, hər hansı bir iş olsun, istər bir
bişdiş olsun, istər adi evi təmizləmək olsun, həvəslə edəndə o işdən yorulmursan, zövq alırsan. Mən beləyəm, bilmirəm sizlər də eləsinizmi? Sizlər necə? Mənim üçün maraq, əgər onu sevə-sevə hansısa bir işi görürəmsə də o işdə mən yorulmuram. Heç vaxtda yorulmuram. İndi də sevə-sevə bişirdim. Neçə vaxt idi, yenə dediyim kimi ağlımdaydı ki, bir dəfə də sizlərlə bir yəni aks dəfalı, Qazaxlı olduğum üçün sizlərlə öz zonamızın şirniyyatını da, yəni qədimi şirniyyatlarından bişirim, sizlərlə də çəkim, paylaşım. Bütün yəni bölgələrimizi sevirəm. Azərbaycanın hər bir bölgəsini sevirəm. Canım qurban. Yəni mən ona bir söz demirəm. Öz zonamızda bir başqa. Yəni ən azından öz zonamız yeni belə deyim, qədim, bəlkə də mən indi hər zonanın özünün qədimi şirniyyatları var. Yəni öz zonamızın o qədimi şirniyyatlarını, o yeməklərini çox sevirəm. Mən belə deyəndə ki, Qazax Akstafa zonası bir dəfə biri yazmışdı ki, yəni bölgələrə bölməyin. Bölgələrə bölmürəm. Yenə deyirəm, Azərbaycanın hər bir bölgəsinə canım qurban. Mən heç bir, yəni Azərbaycanın heç bir yerini bölgələrə bölmürəm ki, hə mən deyim mən Qazaxlıyam, Akstafalıyam, yəni oradan başqa, yəni yer gözəl, yer yoxdur. Xeyr. Yəni Azərbaycanın hər bir diyarı gözəldir. Ona görə də Azərbaycanımızın hər bir diyarını sevirəm. İnşallah bizə də qismət olar. Biz də Azərbaycanın başqa-başqa, yəni rayonlarını, kəndlərini gəzərik. İnşallah bizə də qismət olar. Düzdür, müəyyən yerlərinə getmişik, amma çox getməmişəm. İnşallah irəliləyən vaxtlarda gedərəm. Belə qızlar, ocağımı yandırdım. Ocağın altı çox, yəni belə deyim, qaynar olanda tez ütələyir. Ona görə də altını çəkdim. Sac qızandan sonra altını çəkdim. Sərin-sərin dedim bişsin. Düzdür, yəni ocağın tüstüsündən, o alovundan o qədər də yaxşı görsənmir üzəri. Amma həm də çöldə gün olduğu üçün ona görə biraz burada bulantılı görsənir. Bilmirəm niyə belə görsəndi. Nə qədər istədim ki, şəffaf çəkilsin, amma nəsə ocağın o tüstüsü, biraz da günəşin ışığı biraz bulanlıq görsəndi. Belə üzərini də yağlayıram qızlar. Hər yəni o açdığım deşiklərlə üzərini yağlayıram. O arasına da yağ qoyuram. Gördüyünüz kimi sərin-sərin bişirirəm. Bişsin. Görürsüz gördüyünüz kimi. Yəni bir üzü qızarsın, bişsin, yaxşı bişsin. İçərisi yəni çiğ qalmasın. Yarpaq-yarpaq açılanda onda gözəl olur. O birisi üzə də çevirdim belə. Amma yenə də çevirəcəm. Bir tərəf elə bir sacın o tərəfi daha çox yaxşı qızardır. Bir tərəfi yaxşı qızartmır. Əslində bunu böyük bir sacda edəndə yaxşı olur. Ocağın üstündə olanda biraz manqaldan narahatçılıq edir. Ona görə də biraz çətinlik çəkdim. Bir dənə inşallah yoldaşıma yəni sac altı düzəltdirəcəm. Onda rahat olar. İnşallah rahat sacın üzərində bişirərəm. Mən ümumiyyətcə yuxanı belə, düzdür, tok sacım var, amma sacda bişirməyi daha çox sevirəm. Ocaqda bişirməyi daha çox sevirəm. Onda daha gözəl olur. Bilmirəm, o ocağın hissimi deyim, ocaqda bişən yeməklər nəsə dadlı olur. Belə qızlar, mən bişirdim, götürdüm, üzərini də şəkər tozundan üstünə tökdüm. Yəni şirin olmaqdan ötəri. Burada da uşaqlar dözməyiblər, yəni yan hissəsindən qırıblar. Ebi yoxdur. Dözmədilər ki, tez ol. Yəni başqa evimizdə qonaqlar da var idi. Uşaqlar qırdılar, götürdülər. Belə qızlar, mən bişirdim. Çox dadlı idi. Elə də çətin değildi. Əvvəl mən özüm də fikirləşirdim ki, biraz çətin olar. Sağ olun qızlar. Allah amanında qalın.